Hər kəsə salam. Deməli belə, bu yaxınlarda canlı efirlərin birində qonaq olmuşdum və həmən video postları da yayımlamışdım. Qarşıma da onunla bağlı bir xəbər saytlarında bir məlumat çıxıbdı, paylaşıblar. Audiovizual Şura Ailə İnstitutunu nüfuzdan salan informasiya yayımlamasına görə həmən kanala xəbərdarlıq edib. Mən orada demişəm ki, boşanma inkişafdır. Niyə? Və onu da açıqlamışam. Psixoloji aspektdən fərdi bir fikir bildirmişəm. Belə ki, demokratik ölkədə azad fikrə sahib olduğum üçün fikir bildirmişəm ki, əvvəllər insanlar şiddətli, təhqirli, buna dözürdülərsə, bugünkü gün artıq ailələr dözmürlər şiddətə, təhqirə. Bugün hətta xarakter uyğunsuzluğuna görə boşanırlar, cinsi uyğunsuzluğa görə boşananlar var. Yəni, əvvəllər sosializm rejimində yalnız kişilər boşana bilirdilərsə, bugün gender bərabərliyi irəli sürünür, qadın haqları inkişaf etdikcə boşanmaların sayı artmağa başlayıb. Yəni, bu fikri də açıqlamışam. Nədənsə bu bir çox bəyləri narahat etməyə başlayıb. Çünki bugünkü günün qadını da azad şəkildə gedib öz boşanmasını tələb edə bilir, boşana bilir. Qeyd etdiyim səbəblərə görə mən düşünürəm ki, bu audiovizual şura rəhbərliyi də yəqin ki, bəy olduğuna görə narahat edib. Çünki burada qeyd olunub ki, efirdəki səslənən bu söz bizim gələcəkdəki uşaqlarımıza mənfi təsir göstərə bilər, gənclərə çox qəribədir. Nə əcəb, məhz bu verilişdə ciddi bir müzakirə həmən gözə tikan kimi batıb da, digər efirlərdəki baş alıb gedən özbaşınalığı, yəni geyimdən tutmuş, məişət o lazımsız söhbətləri, ədəbsiz söhbətlər aparılır. Heç onlara fikir bildirən, irad bildirən yoxdur. Məhz ciddi bir mövzuda, hansı ki qadınlar da bugün boşana bilərlər və bu inkişafdır. Yəni, bir insan özünü təhlil edə bilirsə, o qədər olur ki, sevgi münasibətində yaşayırlar, nişanlı olurlar, amma gəlirlər, evlənirlər və deyirlər, sən demə, evlilik başqa bir şeymiş. Və insan bunun məsuliyyətini dərk edir və başa düşür ki, evliliyi davam edə bilmir, evliliyi sağlam şəkildə irəli sürdürə bilmir, boşanma tələb edirsə qadın və yaxud da şiddətə məruz qalırsa, hörmətsizliyə, dəyərsizliyə məruz qalırsa, bunu inkişafdır deyə bildiririksə, bu həmən dəqiqə bu audiovizual şuranın gözünə girir. Yəni, digər kanallar olmadı mı? Uşaqlarınız bundan tərbiyəsi pozulmadı mı? Sizin uşaqlar zaten bütün günü səhərdən axşama qədər televizora baxır da, yetəri qədər zaten telefon pozmaq istəsə pozur. Və burada mənə çox maraqlıdır ki, bir konstitusiyada belə bir açıq maddə də yoxdur ki, boşanma inkişafdır deyə bir qadağan var. Mən hansı hüquqşünas, hansı qayda pozuntusuna görə qanunvericilikdə pozuntu kimi ki, hansı qaydaya, hansı maddəyə əsasən bu pozuntu kimi nəzərə alınıbdır. Əgər nəzərdə tutursunuzsa, bu Azərbaycan Respublikası Konstitusiyasının burada qeyd olunub 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Tamam. Amma burada başqa bir maddədə qeyd olunmayıb ki, boşanma inkişafdır sözünü demək qadağandır. Bu, zaten nəinki bizim ölkədə, bütün ölkələrdə ailə məcəlləsi, yəni boşanma hüququnu da tanıyır, ondan sonra dövlətin himayəsindədir. Bu, aydın məsələdir. Yəni, hansı hüquqşünas mənə maraqlıdır, hansı pozuntunu deyir burada? Yəni, bu şəxsi fikirdir. Necə ki, mən psixoloji aspektdən şəxsi fikir bildirmişəm. Siz də burada şəxsi bir fikir bildirmişsiniz. Qanunvericilik pozuntusu kimi qeydə. Hansı qanunvericilik pozuntusu kimi? Şəxsi fikrinizi qanun adı altında kamuflaj etmişsiniz. Amma mən kamuflaj etməmişəm. Problemimiz odur ki,
qadınların haqları inkişaf etdikcə ən böyük problem onda başladı ki, qadın qətillərinin sayı da artmağa başladı. Yəni buna görə əslində ciddi bir işlər görülməlidir. Nəinki biri durub danışanda ki, boşanma inkişafdır ki, həqiqətən də inkişafdır. Çünki bundan sonraki insanlar boşanmağa qalxdıqda artıq necə ki yeni nəsil 100 ölçüb bir biçirlər, baxır ətrafda hamı boşanır, səbəblərinə baxırlar, nəticələrinə baxırlar. Hansı ki qadınlar boşanmağa verəndə bir çox kişilər qəbullana bilmirlər, ona görə qadın qətilləri də çoxalır və artıq şəxsi inkişafına sərmayə buraxır. Özünü inkişaf elədir, evlənməyə tələsmir. Biraz gec yaşda evlənəcək, amma doğru seçim etmək istəyir. Buna inkişaf deyilir. Bəli, əgər bugün qadınlar sayəsində boşanma çoxalırsa, bu o deməkdir ki, boşanma inkişafdır. Siz bunu qəbul etsəniz də, dəyərli bəylər, etməsəniz də vəziyyət budur. Bundan sonraki nəsil evlənəndə artıq çox fikirləşəcəklər və xahiş edirəm. Belə bir iradlar bildirəndə nə gözəl ki, siz bu qədər diqqətlisiniz, audiovizual şura, nə yaxşı ki, bütün hər şeyi belə görürsünüzsə, zəhmət olmasa digər efirlərdə də baş verənləri bir görün də, bir onlara da irad tutun. Bu qədər.